Elkibəm, iki tərəfli münasibətlərə keçmədən öncə bildiyimiz kimi ərəb dünyasında çox strateji, əhəmiyyətli hadisələr baş verir və ərəb dünyasında seçim qarşısındadır. Və belə bir, xüsusən də dünən Ərəb Liqası dövlətlərinin toplantısı, Xarici İşlər Nazirlərinin toplantısı keçirildi. Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramov da orada iştirak etdi. Belə bir məqamda... Orada bir çox ölkələrin başçıları da oldu. Başçıları da oldu. Yəni, çox vacib bir anda ərəb dünyası üçün. Və belə bir vaxtda Birləşmiş Ərəb Əmirliklərinin prezidentinin Azərbaycana səfər etməsini necə qiymətləndirərsiniz beynəlxalq siyasət prizmasından? Mən indi bütün detallarını bilmirəm, amma ümumi qaydası budur ki, səfərlər öncədən, xeyli öncədən planlaşdırılır. Bu belə olmur ki, dərhal kimsə harasa qonaq geçsin. Və Birləşmiş Ərəb Əmirliklərinin prezidentinin gəlməsi və özü məhz Füzuli hava limanına enməsi, oradan Şuşaya getməsi, prezidentin orada görüşməsi xeyli öncədən diplomatik kanallarla razılaşdırılıb. Ərəb Liqasının Dohadakı görüşü fövqəladə görüşdü. O konkret, bax o İsrailin Qətərdə olan özü üçün təhlükə saydığı hədəfləri vurmasından dolayı yaranmış narahatlıqdan irəli gəlir. Və güman ki, yenə deyirəm, bu mənim gümanımdır, Birləşmiş Ərəb Əmirliklərinin prezidenti bizim prezidentlə öncədən razılaşdığı görüşü buraxıb ora getməkdənsə, bura gəlmək üstün sayıb, diplomatik nəzakət baxımından əminəm ki, ərəb ölkələri də bunu anlayışla qarşılayırlar. İlkin sizin fikriniz, yəni Qasım müəllim kifayət qədər optimistik proqnoz söylədi ki, parlament seçkilərinin vaxtının irəli çəkilməsi ehtimalını. Sizin fikriniz, Azərbaycan və Ermənistan arasında yaranmış bu dinamikanı qorumaq mümkün olacaqmı? Burada əlbəttə ki, çox şey Ermənistanın özündən, onun daxildəki gedişatından asılıdır. Məncə, biz bu məsələnin müzakirəsində hər zaman bütün həmkarlar, ekspertlər hər dəfə xarici qüvvələrin müdaxilə imkanlarından danışırdıq. Amma məhz o baxımdan Vaşinqtondakı görüş və ABŞ prezidentinin vasitəçiliyi ilə imzalanmış sənəd xarici qüvvələrin təsirini bir amil kimi xeyli zəiflətmiş oldu. Rusiyanın ənəvi təbii ki, Ermənistanda alətləri qalıb, o kilsə idi, oliqarxlardır, hərbi bazadır. Amma Rusiyanın başı Ukraynaya qarışıb və tək başına orada əslində çox çalışıb bugünə qədər. Paşinyan hələ ki ayaqdadır və hətta bütün Rus agentlərini bir-bir aradan da götürür. İranın heç belə bir imkanı çox çalışdı Zəngəzur koridoruna qarşı çıxsın, Azərbaycanı hətta hədələdi, nə bilim, güya sərhədlərin dəyişdirilməsi kimi uydurma bir bəhanələr irəli sürdü. Amma İsrailin İrana hədəfləri və o cümlədən son Amerika bombalanmasından sonra İranın da artıq o halı qalmayıb ki, bu məsələyə müdaxilə etsin. Odur ki, təkrar edəm, Ermənistanın öz siyasi iradəsi və mən o baxımdan Rasim bəyin sözlərini təkrarlamaq istəmirəm, amma qatılıram sadəcə o ki, Ermənistan rəhbərliyi hətta hadisələrə qabaqlayaraq ki, sülh yaradılıb, indi bir hüquqşünas kimi mən deyə bilərəm ki, yox hələ bax, qüvvəyə minməyib, imzalanmayıb, parlamentlərdə təsdiqli keçməyib, bütün bu prosedurlar olmalıdır, referendum nəticələrini biz gözləməliyik, konstitusiyalarında o bizim tələb etdiyimiz dəyişiklik baş verməlidir. Yeri gəlmişkən, konstitusiyadan başqa orada hərbi doktrina da var. Düzdür, o konstitusiya kimi mürəkkəb bir sənəd deyil, parlament özü onu dəyişə bilər, edə bilər. O doktrinada hələ də o mətin durur ki, Ermənistan Respublikası Dağlıq Qarabağ xalqının təhlükəsizliyini təminatçısıdır. Yəni, o sonradan unudulmasın, o da gərək oradan yığışdırılsın, amma daha asan bir məsələdir. Və Ermənistan nəhayət özü anlayır ki, görünüşdən belə başa düşülür. Təhlükəsizliyin ən yaxşı təminatı qonşularla sülh münasibətlərinin qurulmasıdır. Paşinyan bunu konkret dilinə götürür. Və Türkiyədə həm Vaşinqtondan əvvəlki səfəri, bax, indi sərhədlərdə o vasitə, deməli, nümayəndələrin görüşü, bunlar hamısı çox aydın göstərir ki, və Türkiyədə əslində uzun zamanlar o sərhəd məsələsini Azərbaycan deməli, işğal altında olan torpaqlarına görə həll etmədi, açmırdı. İndi isə Türkiyə tərəfi də o iradəni göstərməyə hazırdır. Çünki Azərbaycan artıq o problemi özü üçün həll edib. Yəni ki, belə deyək də, ehtiyatlı nikbinliyə əsas var. Sadəcə mən bir hüquqşünas kimi biraz tələsməməyi məsləhət görərdim. Çünki bir hüquqşünas olaraq mən o
parlamentlərdən Ciddi təsdiqlənmiş hüquqi sənədi zəmanətlər görməyincə sülhün deməli baş verməsini deyə bilmirəm. Amma prinsip etibarilə bütün siyasi şərhçilərə o baxımdan onların o ehtiyatlı nikbinliyinə qatılıram. Ekrem, siz necə düşünürsünüz? Biz bu günlərdə Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıcın İrəvana səfərini gördük. Amma bu səfərdən sonra Ermənistan mediasının və Ermənistan ekspert cəmiyyəsinin bir hissəsində sanki bir məyusluq yaşandı. Çünki deyəsən Ermənistanda bu səfərdən daha çox şey gözləyirdilər, amma bu ya baş vermədi, ya da ki üzə çıxarılmadı. Sizin fikrinincə Türkiyə-Ermənistan normallaşması və Azərbaycan-Ermənistan sülh danışıqları və sülh prosesi əvvəlki bağlılıq səviyyəsində qalırmı? Qalır. Qalır, elə o məyusluq da ondan irəli gəlir. Çünki Ermənistan əslində bütün bu illər ərzində həmişə bu iki məsələni ayırmaq istəyirdi. Əvvəlki hökumətlərdə o trükdən istifadə edirdi. Amma Türkiyə hər tərəfə deyirdi ki, siz Azərbaycanla birinci seva ərazinin işğal eləmişsiniz, ya oradan çıxın. İndi tabi biz özümüz azad eləmişik o əraziləri. Azərbaycanla sülh müqaviləsi imzalayın, normallaşdırma. Ondan sonra biz sizinlə öz sərhədimiz məsələsinə baxa bilərik. Buna baxmayaraq ermənilər, Ermənistan hökuməti hər dəfə sınağa çəkib bu məsələni ki, bəlkə alındı. Ola bilsin, Türkiyə ilə ayrıca anlaşdı, Azərbaycandan ayrıca. Amma Türkiyə buna getmir və əslində Azərbaycanın da bununla bağlı prinsipial mövqe olduğundan həm də getmir. Çünki Azərbaycan yüngülvari zəiflik göstərsəydi, amma biz bilirik ki, hələ Suriq protokollarından bu yana Azərbaycan hər zaman bu məsələdə gərəkirdisə, sərt cavab da verirdi, reaksiya da verirdi. Ona görə bu alınması bir şey deyildi. Sadəcə olaraq indi Vaşinqton görüşlərindən və orada sazişin imzalanmasından sonra yüngülvari bir irəliləmə var və Azərbaycan və Ermənistan hökumət nümayəndələri sərhəddə özləri birbaşa görüşürlər, vasitəçilərsiz. Son görüşdə hər ikisi bizimkilər o tərəfə keçdi, onlar bu tərəfə gəldi. Yəni Azərbaycan ərazisinə bir ayaq basdılar və onlar bizimkilər də Ermənistan ərazisinə ayaq basdılar. Yəni bu proseslər paralel. Əslində Türkiyə ilə Ermənistan sərhədinin açılması çox asan bir məsələdir, texniki baxımdan. Çünki sərhəd var, keçid var. Yəni orada problemi yoxdur, mübahisə məsələsi yoxdur. Bizlə hələ uzun çəkə bilər, çünki delimitasiya var, demarkasiya var. Yəni relyef, coğrafi relyef çətindir. Sərhədin keçilməsi qaydaların təsdiqlənməsi yol var. infrastrukturu falan. O hələ bir neçə il çəkə bilər. Ekrem, sizin fikriniz, Zəngəzur dəhlizinin, belə deyək də, əgər siz Birləşmiş Ştatların bunu tez bir zamanda açılmasını istəyirsinizsə, fikri ilə razısınızsa, tez bir zamanda fəaliyyətə başlaması mümkündürmü? Yəni, mən danışıram Rasim əmin dediyi variantdan ki, yol var, gəlin başlayaq istifadə eləməyə, dəmir yolu tikilənə kimi. Əlbəttə mümkündür. Yox, burada Ermənistan hökumətinin siyasi iradəsi lazımdır sadəcə. O da indi seçki öncəsi ola bilsin, cürət eləməzlər buna. Amma seçkilərdə qalib gəlsələr, məncə etməli olacaqlar. Çünki əslində artıq burada deməli Amerika vasitəçiliyi o baxımdan çox önəmlidir və orada Trump yolu adlandırılan şərti olaraq və 99 ilə icarə məsələsi, yəni bunlar hamısı o layihə şəklində gerçəkləşdirilməyə başlansa və Amerikalıların mühafizəsi hesabına, orada indi daxili Ermənistanda müxalifət və digər narazı qüvvələr Paşinyanı ittiham edirlər ki, güya ermənilər öz ərazisində sərbəst hərəkət edə bilməyəcəklər. Əgər orada erməni sərhədçilərin yerinə özəl Amerika hansısa bir şirkəti yaxud hətta hərbiləşmiş bir təşkilatı nəzarəti yerinə yetirəcək. Yeri gəlmişkən bu biraz Paşinyana qarşı haqsızlıqdır. Çünki indiki halda belə Türkiyə həm sərhəd bölgələrində Rus sərhədçilərinin durduğu yerdə Ermənistanın kənd təsərrüfatı təyinatlı torpaqlarda o fermerlərin əkin-biçin işlərini görmək üçün o sərhədçilərdən icazə almalıdır o əraziyə girmək üçün. Vaxtilə SSR-də bizdə də vardı cənub bölgələrində sərhəd yanı budolaqda o xüsusi icazə. Ermənistanda o bugünə qədər qalıb, təsəvvür edirsiniz. İndi əgər söhbət ondan gedirsə, prinsipial yanaşma edirsə bu, onda Rusiyadan sərhədçilərindən icazə istənilməsinə niyə etiraz eləmirlər?
Odur ki, bunlar hamısı təbii ki, bəhanədir. Mənə elə gəlir ki, Paşinyan seçkiləri keçirəndən sonra o yolu açmağa girişəcək.